Obuv, abuvаться, abuvnoy, mağazin. Fərqləri nədədir? Çox güman ki, yazıdan ucu başa düşdünüz. Amma öncədən bir şey deyim uşaqlar. Aşağıda olan məlumatı mütləq şəkildə diqqətlə oxuyun, yazılın dərslərə. 40 danışıq dərsini istəsəz, hətta 2 aya da keçə bilərsiniz. Yəni 2 ayda keçə bilərsiniz, 3 ayda, 5 ayda. Baxır, həftədən 2 dəfə istəyirsiniz. 11 illik müəllimlik təcrübəsi olan bir müəllimə kimi %100 qarantiya verirəm. Sadəcə mənə güvənin və salam, qalanını mənə buraxın, öz nəticənizi özünüz görəcəksiniz. Deməli, obuv, ayaqqabı, obuvi, ayaqqabılar. Abuvatsa, ayaqqabını geyinmək. Abuvnoy mağazin, ayaqqabı mağazası. Gəlin nümunəyə baxaq. Bu mənim ayaqqabımdır. Это моя обувь. Çünki obuv qadın cinsindədir. Mən ayaqqabımı geyinib çıxıram. Я обуваюсь и выхожу. Burada yaxşı ayaqqabı mağazası var. Здесь есть хороший обувной магазин. Mütləq aşağıdakı məlumatı diqqətlə oxuyun və səhifəyə abunə olmağı da unutmayın. Minnətdarım.